renkli onu göy renkli. Şalvar aldım. 2000 aldım. Gene de giyerim. Sonra babam dedi kız. Başka giyeceksin. Başka palto giyeceğim. Ama çok bir şey palto. Nuray kursa hazırlaşmışdı. Yeni vlogdan hər birinizə salamlayıram yeni gündən. Bilmirəm də yeni vlog olacaq, yoxsa dünənkinin davamı mı olacaq? Nuray kursa hazırlaşıb gedirdi. Hal-hazırda saat 12 işləyib. Amma deyəsən gedə bilməyəcəm. Müəllimələrə yazır ki, gələ bilməyəcəm. Amma Nurayın qonaqları gəldi. Sevagil gəldilər. Şu 12 işləmiş bizdədilər. Bəlkə də axşama kimi qala bilmədilər. Bunların məşqləri olur da, rəqsdə ona görə bilmirəm indi. Hələ indi gəliblər. Bu qızlarım. İndi havayı sizə göstərim. Bu havada gəl. Amma onlarda yox idi hava. Deyir, yaxşı hava idi. Biz gəldik. Bu nədir deyir, Biləcərdə belə yağış. Baxın, belə yağış yağır. Belə. Nuray gedə bilməyəcək. Necə getsin başına yağış yağa-yağa. Bizim buradan Asnefkə qədər məsafəmiz var. Həm getmək bir yana necə qayıdacaq. Amma ad gün olmağına baxmayaraq getməli idi, getmək istəyirdi. Yəni dərsidir, kursudur, getməlidir. Amma hava belə oldu. Yəni səhərdən yağır, dayanır, yağır, dayanır. İndi lap şiddətli yağdı. Amma sonra xanımda sevədir heç nə yox idi, ümumiyyətlə. Yolda gələndə elə bir Biləcəriyə çatanda deyir, gördük ki, bir göy buludlanıb. Biləcəriyə yağır yəqin. Dönəndə gedə bəyə qar yağmışdı. Belə. Amma bir dənə çox yağmaya da, yəni heç yerə su ziyanlıq vurmuyor. Belə xanımlar, göyərçinimə baxın. O birisi yuvasındadır, o həmişə yuvasındadır. Ne inirsiniz? Işığı yandırın. Hediyelerimi çektim. Sevə xalan sənə hədiyyə alıbdı. Bana bu da var falan. Həmişə hədiyyə olsun. Salalarına qismət. O başqa verdi. Başa Sağ olsun. Saçını yanda onu vurursa bir 15 dəqiqə qalır. 15 dəqiqədən sonra duruluyursan. Sonra o var bu, o değil. Onun saç yükləyəndən vurursan saçına. O birisi də saç yükləyəndən sonra iyi geçə gəlsin. Bu həm güneşdən qoruyur. Saçın yayda saç açıq gedir səni. Həm güneşdə qoruyur, həm ütüdən qoruyur. Yanmayacaq saçlar. Saç kıranları da arada qaldırır bu. Ucun Nurayın saç kıranları var. Çünkü saçını arada fenləyirdi ya, baxın. Bir burası Ucunu olsa alacağıq da ama. ucunu kestirmeye Ne lazımdı. his gəlir mən burada tutuyorum. Onu çalxalamaq lazımdır. Çok sağ ol. Sen de sağ ol. Dur orada göstereyim. Halasının gülü daha yani. Halasının çiçeğidir. Səhər tezdən kim belə gələr Nuray? Sana gəlməliydim, nə olsa da. Ay. Sən dur Cəsurun yanında. Halası da o kadar çok. Bu arqa yaxındır. Nuray o en yaxşısını seçibdi. Bu Marfoza firmasıdır. Dedi ki, özümden dedim ki gelirim senden buradan gidip alarım. Özü dedi ki, ən yaxşısı dedi. Dedi ya, Liviyadan alaq. Nuray dedi, elə belə qız deyil. Ben ona qayıtdım ki, ən yaxşısı şey məsləhət. Ən yaxşısı bunu göstərdi. Bir də bunun belə şeysi rəngi var idi. Bir də qara rəngi var idi da. Qara rəngi süd qoxuluydu. Bilmədim, sənsi çox şirin. Daha gece kalırsın. Bu üçün geri sabah alır. Deyib, geri sabah qalırım. Yiyip kendisi bıçağını yiyip alacağız. Ama o bizim qarasını almadı. Ne yok, Onlar çox şirin idi. yaşını almış. Çox şirin. Hər adam zövqlücü. Tamam. Her Buna kadar buna çarpmak lazımdı. Kalk sen diyecekti kızım. kalırsın. Bu niye böyle? Hələ nə olmaz. Yok yok biraz dedim ben çok. Ailesi de geçti. Öyle bir ki aşkı. Get, sən də onunla get. Siz eləcə gülməksiniz. Ancaq gülməkdir sizinki. Get. Mən hiss gəlir. Burnum tutuldu elə bir hiss eləmirəm. Dinə hiss gəlir. Ay ne güzel. Yok güzel. Böyle de normal. Eti şirin değil de. Normal değil. Ama serin iyiydi. Serin Bir iyiydi. onu yine bastım. Ha böyle nasıl bir şey. Serin iyiydi. Hər durayı xışlatıyor. Her şey. Hayır yarıştıyan ne sana gitmesin. Sevədir Allah. Yaşlı bile bizi gitmeye. Ay Allah. Seç gönül güzel bir var.
Hə? Bir də Vektasiyanı təbrik elədi. Dedim amma Hə. bu gün qaldı orada. Bir şey bulardı mı? Hə. Sen bu değil. Biraz sprey almışım. Hə, mən özümə təzə ləbləbi çıxdı. Lebler. Leblebi. Ayda. Nurişkanın 16 yaşlı oldu. Şu büyük kıskanlı. Bir səviyyə istirdim sənə almaq. O Bunlar dəqiq dərsdir. şeylərdən. Bu seviyesi. Nuran, mən sən bir sənə almaq istirdim. Mən özüm. Concealer almaq istirdim, pudra almaq istirdim. Bir də kiprikdən. Sonra mama dedi ki, belə istəyirəm. Mən ona görə apışıq aldım. Seva biz uşaq olanda hələ bunlardan da böyüdük. Biz heç kosmetika çəkməyə qorxardıq. Hə, amma bu Məktəbi bitirmişdim. indikilər pul istəyirlər belə. Biz də veririk. Bak gör yaxşı. Bu adasına teatr bax gör yaxşıdır. İndi biz xətərlərinə dəymirik də uşaqların. Amma bizim vaxtımızda elə bir şey olmazdı. Şəxsən bizim ailədə yox. Mən xoşladım gözümün içinə qara çəkmək. Yatmışım, mama da anlayırdı, baba da anlayırdı. Seva saçını fenləyəndə mama nə edirdi ay Seva? Senin mi? Ancaq ömrəli saçımızda su. Hə, mən birinci kursa hörüklə getmişəm. Hə. İndiki qızlar saçı açılar, ancaq bizim mama hörükdə qalmalıdır. 3 dənə qız idi. Üçümüzün də saçı hörükdə. İndikilər ukladkada. Deyəndə də ki, eləmə saçın heyfdir, deyir zəmanə belədir, hamı eləyir. Düz deyir, onunki buruq-buruqdur. Bax, heç nə eləməyibdir. Görmüşdü. Yazıq bütün saçlar tüşdü bir şeyler. Şöyle bakalım, eləyir. Belə. Təzə çay dəmləyək. Mən hazırlığımı burada etdim. Bu, bilmirəm, ördəkdir, qazdır. Nənə, sən buna baxarsan, bu ördəkdir, qazdırmı? Balacadır. Balacalığına görə ördəkdir, amma bədən quruluşunda qazı oxşuyur. Figurası qazı oxşuyur, ay nənə. Çıxart nənə. Qanadına, burnuna bax, nənə. Elə bir qazı oxşuyur, eləmi? Bəlkə xordur. Bu gözdə yola yoxdur da. Bax, gör nə yoxşadırsan sən. Ördəkdir. Ördəkdir, hə. Gör nə qəşəng yağlıdır. Kökdür da. Yağını südürlər, deyirlər qazan. Səhər tezdən duranda çıxartdım ki, ərisin. Hə, bəs orada necədir vəziyyət? Doğrudan soğuş Qaraçurda yağış var. Hələ də yağır. Burada indi dayandı könül. Burada yağdı. Ayca. Gedə bilərdim aslında. Ay könül mənim. Hə, belə. Mən də yeməyimi bişirməyə başlayım. Şapalı çıxardım.
Ucu qızarır, yağa düşüb, amma yağı görünə qədərdir. Soğanı da əlavə etmişəm, bayaqdan duz, istiyotu əlavə etdim, sarımsaq da əlavə etdim. Hə, qızlarla söhbət edin. Nəniylə, Sevuyla. Evet, soğan biraz kızarsın. Hələ belə yağlısını pişirməmişdim. Sevə, bütün yağ da elə bir suyun içindədir. Bax, yağ. Gəl bax. Özüm götürmədim ki, yağlı qoyulsun. Ay sevinç, dəhşət yağdır. Bizdə tikələr də balacalaşır. Hə, hamısı yağ idi. Sən ona yağ vurmamısan heç? Yo. Heç. Su tökdüm, yo. İndi bunları da yaxalayıb tökəcəm. Yuyum bunları da. Burada su qoydum. Su qoydum aş üçün. Sonra düyü duzlu su elədim. O qab balaca oldu deyə bura tökdüm. Hə, belə. Mənim gözəl kukla nənəm. Çərəzlərini də əlavə elədim xanımlar. Yudum əlavə etdim. Bax, nədir bu? Şabalıdır da. 2 paçkam var idi. Ən böyük buydu, çoxlu olan. Dedim qoyun da bunu eləyim. Daha sonra indi aş pişirəndə bir bükümdə şabaldım qaldı. Bu el raf sağ olsun, çox şabaldı aldı. Həm dadlı şabaldı idi bu ilkilər, həm də necə deyim, xarabları çıxmırdı da. Belə xanımlar, baxın bunun hamısı yağdı. İndi bunlar yumuşalıb pişməyinə görə də biraz su əlavə eləyək. Qazını da azaldaq, bu qaynana qədər pişsin. Biraz da su əlavə edək. Duz istiyotu yaxşıdır. Hə, qoy yumşalsın, hə, nənə. Ləvəngi də hazırlayaq qoyaq. Sevə gedəcəklər. Sevə elə bir yerə məşqə gedir ki, hər rəqqəsənin xəyalıdır ora getmək. Yəni şans qaçırmasınlar, getsinlər. Əsas esimizin uğurudur. Belə. Mən yeməkləri tez hazırlayım. Sevə gel saat 6-da bizdən çıxacaqlardı. Ona görə ki, çörək yesinlər, getsinlər. Nuray təbrik etməmiş, xalası dayana bilməyib. Oradan Biləcərə gəlmək bilirsiniz də, yəni nə deməkdir, onu gəldi ki, balasını təbrik etsin. Keçən dəfə elə bir Anargildə oldu deyə, hazırlıqsız kimi belə də bilmirdik də, sağ olsun Şəmsiyə, Allah həmişə hörmət eləsin, qəfildən belə dedi. Sevə xalası da təbrik etməmişdi deyə gəldi Nuray təbrik eləməyə. Belə. İndi neyək, heç nə. Bu su qaynasın, düyüyə əlavə eləyək. Ləvəngini hazırlayaq, qoyaq Sevə pişməyə. İynə sapla tikirsən, nə təri çöplə, nə təri sənə rahatdır Sevuş. Belə. Sən yaxşısan elə işlərə. Həvəslisən. Sən olan yerdə mən özümə yaraşdırmıram. Bilinçik pişirməyi sevdim, bir də belə şeyləri. Bilinçik pişirince deyirəm, görəsən nə təri çıxar, Sevanınki kim olar mı? Cır, belə cır çıxsın. Nar turşusu var deməli, Sevan, narın palçıq turşusu. Hə, olmaz. Onunla elədim, hə. Bunu tadını Hə, tavaya da, hə, tavada qoyaq, elə hazırladığımız tavada. Harada bu tadını siz? Sobanı aç. Hazırlayır. İstəyirsən onları tavaya qoya bilərsən də məncə. Yerin dar olmasın. Onu yerləşəcək bura. Bütəri yerləşdirməliyik də, Sevə, hə. Qoyun da onu Hələ onu doldur, sonra eləyərsən, tikərsən sonra. Yaxşı oldu, içinə də çatdı. Hə, öyle bol doldurdum ki. Hə, çox qoy. Hə, hə. Hə, sağ ol. Duru yağ da tökərik üzərinə. Çöpünü götürürəm də buradan. Ayca. Uşaqlar var, Seni yandan çıxır. Niye çıkıyor? Rəngimiz pişir, bayaqdan çəkməmişəm.
Bu burada da bu qaramızdır. Bu şəkildə. Burada da düyümüzü dəmə qoyduq. Düyünün adı ne? Deyəsən Şahrizad idi deyəsən. Səbəki düzəlt köməklə açdım, qurban olum. Oradan süfrəni tut. Süfrə düşdü içinə. Baxın belə. Kərə yağla qoydum dəmə, yəni ərilməmişlə. Düz dədə baba öyrəşmişik ərilmiş yəni, amma mən kərə yağla qoyuram, çox yaxşı olur. Bunu qoymamaq da olar, sev. Çünki bunun öz hava çıxardanı var da. Yo, ona görə qoyulmur ki, sevə suyu canına çəkir. Sizə də məsləhət görərdim, yoxlayın. Bir dəfə ərinməmiş belə kərə yağla dəmləyin, görün xoşunuza gələcək xanımlar. Düyünü çox bişirməmiş götürürsünüz, çünki onun özündə tortası da suyu olur. Qəşəng dəmlənir, çox qəşəng olur. Belə, yeməklərim demək olar ki, hazırdır. Salatımızdan da yemişik, gün orta yemək yemişik əslində. Prosta çəkmədim. İndi də bunlar da bişsinlər, qızlarla oturaq. Ləvəngilərə baxın, nə qəşəng bişib. Göz haqqınızı halal edin, görün nə qəşəng qızarıb. Mən belə qızaranı da sevirəm. Belə, süfrə açaq, qonaqlarımız, birinci partiya, part 1 qonaqlarımız. Part 1 qonaqlarımızla oturaq, bunlar tez gedəcəklər. Burada belə bir balaca süfrə açmışam. İndi yeməyimizi də, aşımızı da çəkək, qızlar, sonra toyuğu doğrayaram. Şu dəmlənibdir. Bəh. Bu da qonaqlarımızın süfrəsi. Aşqaranı ləvənginin qabına qoydum. Yerdar olmasın deyə. Nuş olsun sizə. Xoş gəlmişsiniz hər biriniz. Var olun. Gizlən çəkiliş. Nəni ilə görüşdük qızlar. Çəkmədim, bunlar gedirlər. Şu niyə yandırmışsınız uşaq? Ay uşaqlar. Nənə, gəl sən yapın qurban. Allah sənə can sağlığı versin. Sağ ol. İnşallah görüşək. Allah şununla dönürsün. Amin. Amin, aynen. Sağ ol. Ağrıyor dəş olan dostum. Amin nənə. Gəl. Cəsur hələlik. Sağ ol. Nuruşka, canım. Ürəyim, həyatım, sağ ol. Sənə xoş illər arzulayıram. Allah səni bütün arzularına çatdırsın. Amin, bütün qızları, bütün balaları. İlahi. Hamısı da konfetdir var. Sağ ol, sevgilim. Gələrsən axşam. Xala sənə qurban. Ayda su içməyəm. Seva rajok var deyə rajok axtarsınsa biz ora qoyuruq rajokları. Salam ay Məhəmməd. Bir daha təbriklər. Təbrik edir, ad günü mübarək olsun. Hiç bilmirik ki, dostu da başlayacağız. Cəsur tək gəzmir, Məhəmmədlə gəzir. Siz də bir partiya qeyd etdiniz, biz də bir partiya qeyd etdik. Bir taksi 7 dəqiqə, 6 dəqiqə. Biraz havada durun. Ev doğrudan da isti idi. Elə bir isti yox, havasızlıq idi evdə, hə? Yağışdan sonra hava qəşəngdir belə. Qızlarım. Gecikməli bir sarı marketin yanında. Hə, indi gəlir. Bizim məktəbin yanında, uşaqların məktəbin yanında. Çox gec gəliriz. Baba gibi. Geçen şeyi götürdük, Instagram'da mı kalkmışsın? Göyərçəmizə baxın. İkisi də bir yerdə. Orada bir dənə yuva buradadır, biri də oradadır. Görürsən? Deyir. O yandan bax Məhəmməd. O yana keç, paltardan o tərəfə keç. Gördün? Bir hafta Biri deyib bu taxtaların ortasındadır. berekettir, bilirsiniz sevgili. Bilmirik nə o. Nə bilim. Getirdi vallahi. Hə. Hangisi? Ay. Çok sağ ol. Elə dedin ki, heç mən də eşitmədim. Deyir Məhəmməd qaqa, mən də səni təbrik eşitmədi o. O dedi üzülmüştü. Dedi öz eşitdi.
Onun için hep gelir bu taksiye. Orada da pişik var. Pişiye baxın. Cəsur getirmirsən ki, Məhəmməd Demir bizə göz sağ. Elədi. Hə, ləvəngi də eləmişəm. Hə, dedim ki, Nuray istəyir. Oturun. Gedim sizə yeməyimizi də gətirim. Dağlar. Ət yeyəcəksən. Ət yeyəcəksən. Yox, kartof qızartmadım. Amma toyuq var. Toyuq yeyirsən, ləvəngi dağlar. Bədən yeyirsən. Tortu gözlə. Dur otur bacı, dur. Nənə dur, sən də otur. Dur, başa keç. Qoy Nuray ilə Duyğuyu da çağırım. Mətbəxdə də qonağımız var. Orada da stol zanitdi. Sevinç. Bu part 3-dür. Mən də gəldim, mən də oturum. Yenmədi. Qız ləvəngi ye. Olmama yer. Dolu yağdı kızlar, doludur. Nuray, sənin ad gündə niyə belə oldu Nuray? Havanın hədiyyəsidir mənim üçün. Oo, indi şimşək çaxdı, dolu yağdı. Aytaç, səni çəkəcəm, qaç. Çəkim səni, qaç. Baxın, bu da qonaqlarımızın ayaqqabıları. Yəni, o qədər oradan yağış yağır. Qonaqlarımız da çox oldu xanımdan. Əmləri, bu birisi Nurayın gəldi. Ona görə çəkiliş eləyə bilmirəm masa arxasında. Ay ağıllı dağlar. Gizlin, dağlar sən inirsən. Boşa mənlə yaşıddır. Söndür, hə, Məhəmməd, söndür. Yüz yaşan Nuriçkam. Hamı qaçıb buradan arxamdadır, hamı. Burada heç kim yoxdur. Bir dəfə ki, qonaqlar kameradan qaçanlardır, neyək? Arxada deyib gülürlər. Поздравляем, Нурка. Çıxart.
Belə xanımlar, sonuncu qonaqlarımız da yola saldı. Artıq masanı da yığdıq. Demək olar ki, burada istəyirəm sizinlə sağollaşmaq. Ona görə kameranı yeni açdım. İzlədiyiniz üçün çox sağ olun. Bu son paylaşımlar, Nuray ad günü barəsində paylaşımlar elə ki çox oldu. Haqqınızı halal edin. Hər biriniz gözəl təbriklər yazdınız. Allah hər birinizdən razı olsun əzizlərim. Çox sağ olun ki, varmısınız. Çox sağ olun ki, mənim balalarıma belə dua edirsiniz. Sizlər nə dua edirsinizsə mənim övladlarıma, ümumiyyətlə mənə, ailəmizə. Mən onların hamısını min qatını sizin hər birinizə diləyirəm əzizlərim. Çox sağ olun. Allah hər birinizdən razı olsun. Belə xanımlar, belə qabları da yığıram. Qutaraq burada videonu, vlogu sonlandıraq. Bu dəfəki qonaqlarım elə qonaqlar idi ki, qaynım geliydi, baldızım geliydi, sonra rayona gələn qaynım idi. Yəni çəkilişdən hamı qaçır, tortu doğrayanda da belə baldızımın qızı qaçdı bu yana, hərə bir yana qaçdı getdi. Külafətlə nənə qaldı, baldızımın biri qaldı, onu hamı qaçdı getdi. Yəni mən də tortu doğraya gülürdüm elə, onlara baxırdım, gülürdüm. Yəni bunlar düşmək istəməyən qonaqlardır. Ona görə onlar gələndə heç vaxt demək olar ki, çox vaxt çəkiliş etmirəm. Amma bu dəfə Nuraya görə ad günü videosu olduğuna görə çəkiliş etdim. Amma yenə belə bir çəkiliş oldu. Tam süfrə normal da çəkə bilmədim. Yarısı kuxnada oturdu, yarı burada oturdular. Nə bilim belə. Amma çox gözəl keçdi. Allah hər birinizin evlərinizə gözəl günlər qismət etsin əzizlərim. Bu cür mənzərəyə telefon tutub danışıram. Hər birimizin evlərimizdə gözəl günlər qeyd olunsun. Evladlarımızın xoş günlərini qeyd edək. Hər zaman kədər, qəm hər birinizdən uzaq olsun. Həmişə gözəl günlər yaşayasınız əzizlərim. Sağ olun ki, varmısınız. Sağ olun ki, mənimləsiniz. Sağ olun ki, sizlər məhz beləsiniz. Bu cür gözəl insanlarsınız. Allah hər birinizdən razı olsun. 1000 kərə, milyon kərə mən sizlərlə danışıram. Sizlərlə bölüşürəm. Danışığım kimlərə xoş gəlirsə, bir bacı kimi, bir ana kimi məni dinləyirsinizsə, məni anlayırsınızsa, Allah hər birinizdən razı olsun. Sevməyənlərdən necə deyim, söhbətin xoş olmayanlar da yəni üzürlü saysınlar, nə bilim, mən də beləyəm, hər nətəriyəm beləyəm. Əsas odur ki, həyatımda sizin kimi gözəl insanlar da oldu YouTube sayəsində, Nurayın sayəsində, Nurayın kanalıdır, Nurayın ad günüdür. İstədim yenə belə sizlərlə bölüşmək. Belə böyük bir nə süfrə deyil, nə böyük bir məclis deyil, amma böyük ürəyə sahib olan insanlardır hər zaman mənim ətrafımda olanlar. Elə sizlər də, hər biriniz də hamınız böyük ürəyə sahib insanlarsınız. Gözəl qəlbiniz var. Nəysə ki, çox danışdım. Allah hər birinizi var etsin. Öpdüm sizi. İnşallah növbəti vloglarda görüşərik. Sağ olun.